Azərbaycanlı jurnalist Fuad Abbasov YouTube-dan izləyicilərinə müraciət edib. Jurnalist onunla bağlı ermənilərin hərəkəti keçdiyini və kampaniya aparıldığını söyləyib. Azərbaycanlılarla çeçenlər arasında qalmaqalda vasitəçilik edərək görüşlərin təşkil edilməsinə nail olan jurnalist onun hər an öldürülə biləcəyini açıqlayıb. Bu videonun onun son videosu ola biləcəyini deyən Fuad Abbasov ermənilərin imza kampaniyası apardığını və onun həbs olunmaq ehtimalı olduğunu əlavə edib. Balakən rayon polis şöbəsinə yeni rəis təyinatı olub. Bu barədə Report məlumat yayıb. Məlumata görə bununla bağlı Daxili İşlər Naziri Ramil Yusubov əmr imzalayıb. Əmrə əsasən Mehman Əliyev Balakən rayon polis şöbəsinə rəis təyin edilib. Qeyd edək ki, Mehman Əliyev bu təyinatədək Abşeron rayon polis idarəsinin rəis müavini olub. Moldova prezidenti Igor Dodonun korteji qəzaya düşüb. Bu barədə TASS Moldova liderinin açıqlamasına istinadən məlumat yayıb. Dodon bildirib ki, hadisə onun işləm rayonlardan birinə səfərə gedərkən baş verib. Əks olarak qəfildən avtomobil çıxdı və mənim avtomobilimin arxasınca gələn maşına çırpıldı. Prezident qeyd edib ki, hazırda polis qəzanın səbəblərini dəqiqləşdirir. Xatırladaq ki, ötən ilin sentyabr ayında Dodon qəzaya düşmüşdü. Həmin hadisə zamanı prezident xəstəxanaya yerləşdirilmişdi. Tanınmış ilahiyyatçı Hacı Şahin Mədəniyyət TV-də Haqqın dərgahı verilişini aparacaq. Bu barədə Oxu.az ASTV-nin mətbuat xidmətinin katibi Xatirə Qasım məlumat verib. Onun sözlərinə görə bu qərar verilişin əvvəlki aparıcısı akademik Vasim Məmmədəliyevin şəxsi istəyidir. Vasim Məmmədəliyev verilişin gənc aparıcı tərəfindən aparılmasını istədi. Lakin Vasim müəllim tez-tez özü də bu verilişin qonağı olacaq. Haqqın dərgahı verilişi müstəqilliyin ilk illərindən fəaliyyətə başlayıb. Hər həftənin cümə axşamı günü 15 dəqiqəlik yayımlanan verilişin müəllifi Arif Teymurov, rejissoru Sevda Abdullayevadır. Fevralın 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 55-65% olacaq. Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 10-15, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək. Sinoptiklər xəbərdarlıq edirlər ki, fevralın 25-də əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov ürək açmamazlığı diaqnozu ilə xəstəxanaya daxil olub. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlandıqdan sonra palataya köçürülüb. Abel Məhərrəmovun ürəyində ciddi problemlər olduğu üçün xaricdə xəstəxanaların birinə yerləşdiriləcəyi ilə bağlı məlumat yayılıb. Məsələ ilə bağlı sabiq rektorun keçmiş köməkçisi, hazırda Bakı Dövlət Universitetinin üzvü Kimya Kafedrasının professoru olan Namiq Şıxəliyev Unikal.org açıqlamasında bildirib ki, Abel Məhərrəmovun səhhətində yaranan problemlərlə bağlı hazırda ev şəraitində müalicəsini davam etdirir. Abel Məhərrəmovun xaricdə müalicə alacağı ilə bağlı yayılan xəbərlərə Namiq Şıxəliyev belə münasibət bildirib. Özü ilə danışmışam, belə bir plan olsaydı bilərdim. Abel müəllim hazırda özünü yaxşı hiss edir. Ev şəraitində müalicəsini davam etdirir. Hələlik işə çıxmır. Müalicələri bitdikdən sonra üzvü Kimya Kafedrasının müdürü kimi işinin icrasına davam edəcək. Ermənistan Baş naziri Nikol Paşinyan Davosda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Qarabağ münaqişəsi ətrafında bəzi tezislərlə bağlı razılaşıb. Modeli.az Ermənistanın PAS qəzetinə istinadən məlumat verir ki, Paşinyan ATƏT Minsk qrupunun son səfəri zamanı yanvar ayında Davosda İlham Əliyevlə keçirdiyi görüşün detallarını bölüşüb. Paşinyan həmin görüş zamanı İlham Əliyevlə radikal olmasa da müəyyən konsensus əldə edib və bu barədə ATƏT-in həmsədrlərinə məlumat verib deyə PAS yazır. Qəzetə məlumat ötürən mənbə həmin razılaşmanın
ATƏT-in Minsk qrupunun həmsədrlərini xeyli ruhlandırdığını yazır. Həmsədrlər durğunluq dövrünü yaşayan Qarabağ münaqişəsinin Ermənistandakı inqilabdan sonra aktivləşməsini, dövlət rəhbərlərinin tanışlıq mərhələsindən konstruktiv həll yoluna keçməsinin sevincini yaşayırlar. Digər məlumata görə isə Paşinyan Qarabağ ətrafında gedən danışıqlarla bağlı öz partiyadaşlarını məlumatlandırıb. O bu məsələ ilə bağlı məlumat sızmasının qarşısını almaq üçün jurnalistlərə açıqlama verilməməsini tapşırıb. Bakıda bir gün əvvəl nişanlanan gənc qəzada vəfat edib. Qafqaz.Infolun məlumatına görə hadisə ötən gün gecə saatlarında Maşdaqaya gedən yolda baş verib. Belə ki, Əli Novruzov Koroğlu metrosundan 1 manatlıq taksi ilə Maşdaq qəsəbəsinə gedilmiş. Taksi sürücüsü qəza törədib və sərnişini Əli Novruzov vəfat edib. Əli Novruzovun fevralın 20-sində nişanlı olub. O iş yoldaşı Aytan adlı qızla nişanlanıb. Onların hər ikisi Koroğlu metro stansiyasının yaxınlığında yerləşən Bravo marketdə işləyirmiş. Dünən Gədəbəy rayonu Nizami küçəsi ev 3-də bir ədəd əl qumbarası tapılıb. Qafqaz.Infolun məlumatına görə Anamanın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gədəbəy rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Gədəbəy rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşayış evinin zirzəmisinə baxış keçirilib. Yeni əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirə salınmaz əməliyyat axtarış tədbirləri nəticəsində bir ədəd F1 əl qumbarası aşkar edilib. Zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhv etmə ərazisinə daşınıb. Aşkar olunmuş əl qumbarasının ətrafında 25 kvadrat metr əraziyə yerüstü baxış keçirilib. Əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.